Qoç bürcü 27 iyul 2026-cı il. Tələsmədən hər addımı ehtiyatla atsanız, bütün işləriniz uğurla bitəcək. Bugün sürətli qərar vermə vərdişiniz faydadan çox ziyan gətirə bilər. Ona görə hadisələri qabaqlamağa çalışmayın. Vəziyyətin necə inkişaf etdiyini diqqətlə izləyin. Yalnız bundan sonra hərəkətə keçin. Ciddi öhdəlik götürməzdən, kiməsə söz deməzdən və ya birgə iş barədə razılaşmazdan öncə vəziyyəti soyuqqanlıqla dəyərləndirin. Yeni fikir varsa, dərhal həyata keçirməyə tələsməyin. Əvvəlcə hər tərəfli düşünün, zəif yerlərini tapın, yalnız sonra icraya başlayın. Buğa bürcü 27 iyul 2026-cı il. Günə önəmli bir işlə başlamaq ya da ciddi bir məsələni həll etmək istəyirsinizsə, bundan çəkinməyin. İlk saatlar çox əlverişli keçəcək. Başqalarının bacarmadığı işlərdə belə uğur qazanacaqsınız. İşlər adətən daha rahat alınacaq. Bu təkcə tanış tapşırıqları deyil, sizin üçün tamamilə yeni olan məsələlərə də aiddir. Çətin göründüyünə görə uzun müddət başlamağa cəsarət etmədiyiniz bir iş varsa, məhz indi ona girişin. Hər şeyin gözlədiyinizdən tez və asan alınma ehtimalı yüksəkdir. Əkizlər bürcü 27 iyul 2026-cı il. Bu gün asanlıqla qələbə çalacağınızı və güclü rəqibi tez tərk edəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Hadisələr sizin xeyrinizə gedə bilər, amma istədiyiniz nəticəyə çatmaq üçün ciddi zəhmət çəkmək lazım gələcək. Bu, xüsusən yeni bir layihəyə başlayan, iş yerini dəyişən, hələ vəzifəsinə tam alışmayan əkizlərə aiddir. Nə etməli olduğunuzu, ətrafınızdakıların sizdən nə gözlədiyini anlamaq çətin ola bilər. Buna bir neçə saat, bəzən bütün gün lazım gələ bilər. Ancaq vəziyyət aydınlaşandan sonra özünüzü çox daha əminliklə hiss edəcək, yeni hədəflər qoyacaq və sürətlə irəliləyəcəksiniz. Xərçəng bürcü 27 iyul 2026-cı il. Bugün nə baş versə sakit qalmağa çalışın. Gün o qədər rahat keçməyəcək. Xüsusən planlaşdırdıqları ilə rahat məşğul olacağını güman edən xərçənglər üçün ulduzlar sizə çoxlu gözlənilməz məqam hazırlayıb. Aralarında xoşagəlməz sürprizlər də ola bilər. İşlər arzulanan şəkildə getmədikdə ruhdan düşməyin. Siz həm öz, həm də başqalarının səhvlərini düzəltmə, demək olar ki, ümidsiz görünən vəziyyəti xilas etmə yolu tapacaqsınız. İlin əvvəlində qazandığınız təcrübə burada yarayacaq. O dövrdə nə işlə məşğul olduğunuzu xatırlayın. İndiki vəziyyət o zamanki hadisələrlə çox oxşarlıq göstərə bilər. Şir bürcü 27 iyul 2026-cı il. Bugün nəsə plan üzrə getməsə dərhal narahat olmayın. Xüsusən günün ilk yarısında çətinliklərlə rast gəlmə ehtimalı yüksəkdir. Məşğul olduğunuz iş nə qədər ciddidirsə, qarşınıza çıxan maneələr də bir o qədər böyük görünə bilər. Bütün problemləri həll etmək mümkündür. Ancaq bunu tək öhdənizə götürməyin. Köhnə dostlara, etibarlı müttəfiqlərə müraciət edin. Onlar sizə dəstək olacaq. Hətta bəzi işləri öz üzərlərinə götürəcək. Yeni tanışlara isə ehtiyatla yanaşın. Onlar sizi təxribata çəkə, əsəbləşdirə ya da şübhəli bir işə cəlb edə bilər. Qız bürcü 27 iyul 2026-cı il. Yaxın vaxtlara qədər gerçəkləşəcəyinə az qala inanmadığınız cəsarətli planlarınızı həyata keçirmək üçün ideal gündür. Bir çox hadisə gözlədiyinizdən daha uğurlu inkişaf edəcək. Sizin başlıca vəzifəniz isə yaranan ən əlverişli fürsətdən düzgün istifadə etməkdir. Köhnə tanışlarınızın təcrübəsinə hörmət etdiyiniz insanların məsləhətlərinə qulaq asın. Bugün improvizasiya etmək və tamam yeni bir yol axtarmaq şərt deyil. Sınanmış nümunədən yararlanan etibarlı müttəfiqlərin göstərdiyi istiqamətdə hərəkət edə bilərsiniz. Bəzi qızlar son vaxtlar üzərində çox fikirləşdiyi suallara cavab tapacaq. Bu, gələcək planlarınızı daha dəqiq qorumağa kömək edəcək. İş təklifləri də mümkündür. Onlar dərhal marağınızı çəkə bilər. Amma son sözü deməzdən öncə daha çox sual verin. Alacağınız əlavə məlumat fikrinizi dəyişə bilər. Tərəzi bürcü 27 iyul 2026-cı il. Vacib görüşlərə ya da izdihamlı tədbirlərə qatılmağı planlayan tərəziləri asan bir gün gözləmir. İnsanlarla dil tapmaq adətən çətin olacaq. Kiçik səbəblərdən mübahisə və fikir ayrılıqları yarana bilər. Köhnə tanışlarınızdan biri sizə iradlar bildirməyə, köhnə küsüllükləri yada salmağa başlaya bilər. Gərginliyi yumşaltmaq, vəziyyətin daha da qızışmamasına yol verməmək üçün bütün diplomatik bacarığınıza ehtiyac duyulacaq. Bu təsir xüsusən günün əvvəlində güclü hiss ediləcək. Vaxt keçdikcə gərginlik azalacaq. Gün ortaya doğru özünüzü daha rahat və əmin hiss edəcəksiniz. Amma o vaxta qədər tam fiziki, həm də emosional yorğunluq toplana bilər. Tənha qalmaq, işləri müvəqqəti təxirə salıb fasilə vermək istəyəcəksiniz. Şərait imkan verirsə, elə də edin. Sonra özünüzü xeyli yaxşı hiss edəcəksiniz.
Əqrəb bürcü 27 iyul 2026-cı il. Bugün ehtiyatlı olmalı, düşünülməmiş addımlardan çəkinməli, yerinə yetirə biləcəyinizi şübhəniz olan öhdəlikləri qəbul etməməlisiniz. Təxribata uymaq, səhv etmək və şübhəli hətta təhlükəli bir işə qarışmaq çox asan olacaq. Ətrafınızda başqalarını idarə etməyi bacaran insanlar peyda ola bilər. Onlar zəif nöqtələrinizi tez tapıb bundan yararlanmağa çalışacaq. Öz mənafeyinizi qorumağa hazır olun. Bunu qətiyyətlə, lakin eyni zamanda sakit şəkildə edin ki, başqalarının gözündə münaqişəni başlayan tərəf kimi görünməyəsiniz. Oxatan bürcü 27 iyul 2026-cı il. Gün bir çox oxatanı pul gəliri ilə sevindirə ya da sərfəli müqavilə bağlamaq fürsəti verə bilər. Sürətli karyera yüksəlişi və gəlir artımı vəd edən təkliflər də mümkündür. Əvvəllər gözdən qaçan peşəkar keyfiyyətləriniz bugün çox axtarılan bacarıqlara çevriləcək. Sizi lazımınca qiymətləndirməyən insanlar öz səhvini anlayacaq. Yeni iş tərəfdaşları, müttəfiqlər və layihələrinizə sərmayə yatırmağa hazır şəxslər tapmaq şansınız olacaq. Belə təkliflərə ciddi yanaşın. Açıq danışın. Gələcəkdə önəm daşıya biləcək məlumatları gizlətməyin. Uzun müddətli əməkdaşlıq quracağınız insanla səmimi danışıq üçün əlverişli gündür. Şəxsi münasibətlərdə də gün uğurlu olacaq. Xüsusən yeni görüşlərə açıq olan oxatanlar üçün əyləncə tədbirlərinə, eləcə də maraq dairənizə uyğun mühafizə, seminar və konferanslara qatılmaq ünsiyyət çevrənizi əhəmiyyətli dərəcədə genişləndirə bilər. Oğlaq bürcü 27 iyul 2026-cı il. Günün əvvəlində hər şeyin əksinə getdiyini düşünə bilərsiniz. Amma sakit qalıb vəziyyətə obyektiv baxsanız, söhbətin sadəcə kiçik və müvəqqəti çətinliklərdən getdiyini görəcəksiniz. Onların öhdəsindən gəlmək düşündüyünüzdən asandır. Üstəlik hər şeyi tək eləmək məcburiyyətində deyilsiniz. Çünki kömək istəyə biləcəyiniz insanlar yanınızdadır. Sadəcə müttəfiqlərinizə nə istədiyinizi, işi necə və ya nə vaxt yerinə yetirməli olduqlarını izah edin. Çoxsaylı suallara səbirlə cavab verin. Təlimatınız nə qədər aydın olsa, nəticə bir o qədər tez və keyfiyyətli olacaq. Həmkarlarla kiçik fikir ayrılıqları mümkündür və çox güman ki, bu işlə bağlı olmayacaq. Fasilə vaxtı şəxsi məsələləri müzakirə etməmək daha ağıllıdır. Xüsusən sirlərinizin yayılmasını istəmirsinizsə, qeybət etməyi sevən biri eşidə bilər və bir həmkara dediyiniz söz tezliklə hamıya çatar. Ona görə artıq açıqlıqdan uzaq durun. Dolça bürcü 27 iyul 2026-cı il. Bugün nikbinliyinizin sayəsində uğur qazanacaqsınız. Şərait o qədər əlverişli görünməyə bilər. Amma başqalarının narahat olub çaşacağı yerdə siz sadəcə görülməli işi görəcəksiniz. Məhz bu yanaşma bir çox mühüm hədəfə çatmağınıza kömək edəcək. Bu təsir xüsusən karyerada irəliləmək və özünü göstərmək istəyən dolçaların iş həyatına nəzərə çarpacaq. Davranış tərziniz insanlarda xoş təəssürat yaradacaq. Yeni müttəfiqlər qazanmağınız mümkündür. İş səfərlərdə uğurlu keçəcək. Başqa şəhər və ölkələrdə işləmək təklifi ala bilərsiniz. Şərtlər kifayət qədər cəlbedici görünəcək. Dərhal imtina etməyin. Hər şeyi diqqətlə araşdırın. Üstün və çatışmayan tərəfləri müqayisə edin. Ailə üzvləri ilə məsləhətləşin. Bəlkə də məhz bu təklif və verəcəyiniz qərar həyatınızda böyük dəyişikliklərin başlanğıcı olacaq. Balıqlar bürcü 27 iyul 2026-cı il. Günün əvvəlində başladığınız hər işə, hətta ən xırdalarına belə ciddi yanaşmaq vacibdir. Diqqətsizlik səhvlərə, yarımçıq qalan işlərə və asanlıqla qarşısı alına biləcək çətinliklərə səbəb ola bilər. Elə ilk saatlardan özünüzü doğru ovqata kökləyin. Hər şeyin öz-özünə düzələcəyinə güvənməyin. Ardıcıl olun. Detallara diqqət edin. Ən kiçik yanlışlıqlara belə yol verməməyə çalışın. Günü belə keçirmək planlarınıza uyğun olmasa da çox keçmədən vəziyyət yaxşılaşacaq. Ona görə ruhdan düşməyin. Gün ortaya doğru xoş xəbərlər, maraqlı təkliflər ya da çoxdan görmədiyiniz köhnə tanışlarla sevincli görüşlər sizi gözləyə bilər.